Ağıllı adamlar həmişə sonun fikirləşir bir işin. Belədir, razıda qayda belədir. Deyirlər, iş görməmişdən axırını fikirləşir. Yaxşı, bu həyat da bir işdirsə, onun sonunu fikirləşməyən adam necə ağıllı adam ola bilər? Heç onu uzaqlaşdırır ki, səndən uzaq, məndən uzaq danışma, belə sözlər danışma, ye, iç, şef elə. Bunun adam mənəviyyatında yox, bunun ağlında nöqsan var. Ağlı zəifdir bu insanın. İnsanın başqa canlılardan bir ümdə fərqi var ki, hədəfi tanıyır və hədəfə diqqət yetirir. İnsanın ağlı nə qədər çoxdursa, bir o qədər çox məqsədə fikir verir, diqqət eləyir. Gərək insanın həyatında hədəfi olsun, bir, bilsin ki, hədəf nədir mənim yaradılışımdan. İki, o hədəfə tez-tez diqqət eləsin, tez-tez düşünsün o hədəf barədə. Üç, o hədəfi sevsin. Onda həyat olur gözəl. Bir, müəyyən eləsin. İki, düşünsün tez-tez, hər gün düşünsün. Üç, sevsin o hədəfi, məqsədi sevsin, yaşayış məqsədini. Əgər hədəfə biz bu qədər dəyər versək, bax, bu qədər önəm versək, heç vaxt özümüzə, belə deyək, zəif hədəflər seçmərik həyatda. Az hədəflərə qane olmarıq. Hədəfə dəyər verən adam mənasız məqsəd üçün yaşamaz dünyada heç vaxt. Ömrünü puç eləməz.